Hər vaxtınız xeyir, obyektivdə xoş görüşdük. Uşaq əməyinin istismarından danışacağıq. Bu hal uşaqları təhsildən uzaqlaşdırır, onların fiziki və psixoloji sağlamlığına zərər vurur, sosial inkişaflarını məhdudlaşdırır. Bu sahədə həyata keçirilən məqsədyönlü siyasət və tədbirlərə rəğmən uşaq əməyinin istismarı ilə bağlı problemlər hələ də müəyyən çağırışlar yaratmaqdadır. Bu baxımdan mövcud mexanizmlərin təkmilləşdirilməsi, nəzarət sistemlərinin gücləndirilməsi və ictimai maarifləndirmənin genişləndirilməsi xüsusi aktuallıq kəsb edir. Buraxılışımız ərzində mövzu ilə bağlı müvafiq fəaliyyət, tətbiq olunan tədbirlər və perspektivlər peşəkar müzakirə mühitində təqdim olunacaq. Sizi obyektivi izləməyə dəvət edirik. Obyektivdə cəmiyyətə inteqrasiya olunan bacarıqları üzərində iş aparılan uşaqlar barədə də məlumatınız olacaq. ANKA sosial reabilitasiya proqramı çərçivəsində artıq bu kateqoriyadan olan uşaqların ehtiyac və risklərinin kompleks qiymətləndirilməsi həyata keçirilib. Daha ətraflı məlumat üçün Dost TV-yə birbaşa bağlanırıq. Əsmər, xoş gördük. Söz səndə. Salam, hər vaxtınız xeyir olsun xanım. Sizi və tamaşaçıları Dost TV-nin studiyasından salamlayıram. Həftənin əsas sosial xəbərləri ilə qarşınızdayıq. İndi hər birini ətraflı şəkildə təqdim eləyəcəm. Nəsillər arası istedadın üzə çıxarılması mövzusunda Bacarıqlar Sammitində iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyev tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib. Görüşlərdə əmək, məşğulluq, sosial müdafiə və s. məsələlər üzrə gələcək əməkdaşlıq müzakirə olunub. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Küləyə qalib gəl şüarı altında növbəti Bakı marafonu keçirilib. İdmanın inkişafına dəstək göstərmək və sağlam həyat tərzini təbliğ eləmək məqsədi daşıyan marafonda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 380-ədək əməkdaşı iştirak edib. Sosial Xidmətlər Agentliyinin 6 uşaq evi və 2 ailə tipli kiçik qrup evində ANKA sosial reabilitasiya proqramının icrasına başlanıb. Proqram çərçivəsində 63 uşaq sosial bacarıqlarının inkişafı, psixoloji rifahının gücləndirilməsi və cəmiyyətə daha uğurlu inteqrasiyası məqsədi ilə xüsusi hazırlanmış qrup fəaliyyətlərinə cəlb edilib. Növbəti mərhələdə isə daha 314 uşağın bu tip fəaliyyətlərə cəlb edilməsi nəzərdə tutulur. Post-müharibə dövründə 132 min şəxsə 424 min xidmət göstərilib. O cümlədən 106 min şəxsə 120 min aylıq sosial ödəniş, 25,6 min şəxsə birdəfəlik ödəmə təyin olunub. 7200 mənzil və fərdi ev, 567 avtomobil təqdim edilib. 30 minə yaxın şəxsin məşğulluğu təmin olunub. Bərdə şəhərindəki Qarabağ Regional DOS mərkəzindəki Rehab Point ambulator reabilitasiya məntəqəsinin reabilitasiya xidmətlərindən ötən dövrdə əlilliyi olan 3722 şəxs faydalanıb. 2023-cü ilin dekabrın 1-də fəaliyyətə başlayan məntəqədə bölgənin əlilliyi olan sakinləri ambulator şəraitdə müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və laqoped xidmətləri ilə təmin edilir, həmçinin onlara ehtiyac duyduqları reabilitasiya vasitələri təqdim olunur. Belə hörmətli tamaşaçılar, mənim sizə bu həftəlik çatdıracaqlarım bu qədər. Diqqətiniz Real TV-də olsun, obyektiv öz işini davam elətdirir. Hələlik. Təşəkkür edirəm. Əsmər, Dost TV ilə birbaşa bağlantını izləyirdiniz. Azərbaycanda uşaq əməyinin istismarı qanunla qadağandır və bu sahə Beynəlxalq Əmək Təşkilatı və Birləşmiş Millətlər Təşkilatı konvensiyalarına uyğun tənzimlənir. Mövzunu qonağımla studiyamızda davam etdiririk. Dövlət Əmək Müfəttişliyi Xidmətinin əmək qanunvericiliyinə riayət olunmasına Dövlət Nəzarəti Şöbəsinin müdir müavini Mehman Abdullayev artıq studiyamızdadır. Mehman müəllim, xoş gəlmişsiniz, xoş gördük sizi studiyamızda. Hər vaxtınız xeyir olsun, xoş gördük. Bugünkü mövzumuz hər birimiz üçün aktualdır və gündəmdə olan bir mövzudur. İstərdim onunla başlayaq ki, qanunla hansı hallarda azyaşlıların əməyinə icazə verilir və uşaqların hansı yaşdan etibarən qanunvericiliyi ilə əməyi tənzimlənir? Ümumilikdə əmək qanunvericiliyində 15 yaşına çatmış hər bir şəxs əmək müqaviləsinin tərəfi ola bilər. 15 yaşına qədər olan şəxslərlə əmək müqaviləsi bağlanıla bilməz və bağlanmış bu əmək müqavilələri bağlanmışdırsa etibarsızdır. Və biz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək və məşğulluq alt sistemində 15 yaşa çatmamış şəxslərlə əmək müqaviləsinin bağlanmasına, daxil edilməsinə icazə verilmir.
15 yaşdan 18 yaşa qədər işçilər üçün onların valideynlərindən, qəyyumlarından, qanunla onları əvəz edən şəxslərdən hər hansı birinin yazılı razılığı ilə onlar əmək fəaliyyətinə cəlb oluna bilərlər. Yəni müqavilə bağlanıla bilər və hər hansı işlərin və ya xidmətlərin yerinə etməsinə cəlb edilə bilərlər. Bəs hansı işlər uşaqların fiziki və psixoloji inkişafına mənfi təsir edir? Ümumiyyətlə, onların hansı işlərdə çalışması qadağandır? Əmək şəraiti ağır, zərərli və yaxud da ki, yeraltı tunellərdə, şaxtalarda, narkotik vasitələrin, psixotrop maddələrin, alkoqollu içkilərin, energetik içkilərin istehsalı, daşınması, saxlanması, bu qəbildən olan işlərdə işlədilməsi yol verilməzdir. Həmçinin işçilərin, deyək ki, 18 yaşdan aşağı işçilərin onların əxlaqi kamilliyinə mənfi təsir göstərə biləcək gecə klublarında, barlarda işlədilməsi yol verilməzdir. Yəni, əsas məqsəd nədir? Onların fiziki və əqli, deyək ki, kamilliyinin qorunmasıdır. İlkin olaraq icbari təhsil haqqında, orta təhsil haqqında qanuna əsasən onlar icbari orta təhsil almalıdır və bundan sonra 15 yaşı tamam olmuş şəxs əmək müqaviləsinin tərəfi kimi çıxış edə bilər və qeyd etdiyimiz əmək şəraiti ağır zərərli işlərdə işlədilməsi yol verilməzdir. Cəmiyyətdə siz, mən və ya bir qeyrisi hər hansı uşaq əməyinin istismarı halı ilə rastlaşdıqda nə etməlidir? Təbii ki, bununla bağlı dərhal Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Dövlət Əmək Müfəttişliyi Xidmətinin yəni müvafiq vasitələrlə məlumat verilməlidir. Bu sosial şəbəkələr vasitəsilə ola bilər və yaxud da ki, dost mərkəzləri vasitəsilə ola bilər, 142 çağrı mərkəzi vasitəsilə ola bilər. Biz ümumilikdə bununla bağlı bir çox dövlət qurumları ilə azyaşlıların işlədilməsinin qarşısının alınması məqsədi ilə müxtəlif monitorinqlər keçiririk. Belə deyək ki, müxtəlif vasitələrlə nəzarət funksiyasını həyata keçirdirik və digər dövlət orqanları ilə birlikdə. Uşaqların əmək hüquqları ilə bağlı Əmək Məcəlləsində hansı müəyyən maddələr öz əksini tapır? Ümumiyyətlə, əmək qanunvericiliyində uşaqların əmək hüquqları ilə bağlı bəzi təminatlar, əlavə təminatlar və məhdudiyyətlər mövcuddur. Təminatlardan uşaqlar üçün yaşı 18-dən aşağı olan işçilər üçün iş vaxtı müəyyən güzəştlər vardır. Belə ki, 15 yaşdan 16 yaşa qədər işçilər üçün həftə ərzində 24 saatdan artıq işlədilə bilməz. 16 yaşdan 18 yaşa qədər işçilər üçün həftə ərzində 36 saatdan artıq işlədilməsi yol verilməzdir. Həmçinin gecə vaxtı işlərin yerinə yetirilməsinə, iş vaxtından sonra, iş vaxtından artıq vaxtda işlərin yerinə yetirilməsinə, iş günü hesab olunmayan bayram, xalq üzün günü və digər günlərdə onların hər hansı işlərin yerinə yetirilməsinə cəlb olunması yol verilməzdir. Uşaqlar üçün deyək ki, gecə vaxtı məhdudlaşdırılıb ki, gecə vaxtı işlərə cəlb edilməsi yol verilməzdir və baxmayaraq ki, normal işçilər üçün gecə vaxtı 22:00-dan səhər 6:00-a qədərdir, amma uşaqlar üçün 20:00-dan səhər 7:00-a qədər gecə vaxtıdır və bu müddət ərzində bu kateqoriyadan olan işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb olunması yol verilməzdir. Bundan əlavə ezamiyyətlə bağlı da məhdudiyyətlər vardır ki, yaşı 18-dən az olan şəxslərin ezamiyyətə göndərilməsi qadağandır. Bəs bu kateqoriyadan olan uşaqların tibbi müayinələri və məzuniyyət hüququ necə tənzimlənir? Həmin 18 yaşadək işçilər işə qəbul olarkən mütləq ilkin tibbi müayinədən keçirilir və işə qəbul olduqdan sonra hər il işə götürənin hesabına tibbi müayinələrdən keçirilir. Yəni, bunu işə götürən mütləq nəzarətdə saxlamalıdır və onların mənəviyyatına, belə deyək ki, sağlamlığına mənfi təsir göstərə biləcək bütün fəaliyyətdən çəkinməlidir və mütəmadi olaraq dediyimiz qeyd olunan müddətdə tibbi müayinədən keçməsini təmin etməlidir və bu işə götürənin vəsaiti hesabına olur. Məzuniyyət hissədə də 15 yaşdan 16 yaşa qədər qeyd etdiyimiz kimi 42 təqvim günüdür. 16 yaşdan 18 yaşa qədər 35 təqvim günü əlavə məzuniyyət verilir. Yəni, bunların əmək məzuniyyəti bu müddətə verilir. Bəli, Mehman müəllim, uşaq əməyinin qarşısının alınması istiqamətində söhbətimizin əvvəlində qeyd etdiniz ki, təbliğat, maarifləndirmə işləri görürsünüz. İstərdim bu barədə söhbətimizi bir qədər genişləndirək. Nə kimi işlər görülür və necə hesab edirsiniz? Sizcə bu sahədə görülən təbliğat, maarifləndirmə yetərlidirmi? Biz Dövlət Əmək Müfəttişliyi Xidməti olaraq işə götürənlərlə mütəmadi maarifləndirmə tədbirləri həyata keçirdirik.
Bununla bağlı bizim təsdiq olunmuş plana əsasən Bakı şəhərində və regional şöbələrimizdə həmin regionlarda fəaliyyət göstərən, işə götürənlərlə bağlı maarifləndirmə tədbirləri həyata keçirilir. Maarifləndirmə tədbirlərimizin əsas hissəsi qeyri-formal məşğulluqla yanaşı uşaq əməyindən istifadəsi ilə bağlıdır. Biz bu maarifləndirmə tədbirlərində işə götürənləri mütəmadi maarifləndiririk. Bu istiqamətdə həmçinin Nazirliyin və Dövlət Əmək Müfəttişliyi Xidmətinin sosial şəbəkələrdə olan hesablarında mütəmadi maarifləndirmə deyək ki, video çarxlar və yaxud da ki, bununla bağlı müvafiq məlumatlar paylaşılır. Yəni biz maksimum çalışırıq bütün imkanlardan istifadə edərək bu istiqamətdə nəzarəti həyata keçirdək. Həmçinin bizim yəni kanallarda və digər deyək ki, verilişlərdə hər hansısa bir formada iştirakımızda mütləq uşaq əməyinə toxunuruq və uşaq əməyinin qarşısının alınması istiqamətində uşaqların həyat və sağlamlığına mənfi təsir göstərə biləcək işlərdən çəkindirilməsi məqsədilə maarifləndirmə tədbirləri həyata keçirdirik. Mehman müəllim, söhbətimiz xoşdur, lakin bir müsahibəmiz var. Onu izləyək, yenidən studiyamızda söhbətimizə davam edəcəyik. Bəli, Azərbaycanın əmək qanunvericiliyi əmək münasibətlərində gender bərabərliyini təmin edir. Qadın və kişilər üçün işə qəbul, əmək haqqı və karyera imkanlarında bərabər hüquqlar müəyyən edilir. Eyni zamanda hamilə qadınlar, az yaşlı uşağı olan valideynlər üçün əlavə sosial təminatlar, iş vaxtı və məzuniyyət güzəştləri nəzərdə tutulur. Onların işdən azad edilməsi ciddi şəkildə məhdudlaşdırılır. Bu yanaşma qadınların hüquqlarının qorunmasına və məşğulluq imkanlarının artırılmasına xidmət edir. Azərbaycan qanunvericiliyinə görə əmək münasibətlərində cinsə görə ayrı seçkiliyə yol verilmir. İşə qəbul, əmək şəraiti, əmək haqqı, həmçinin vəzifədə irəli çəkilmə məsələlərində qadın və kişilər üçün bərabər hüquqlar təmin olunur. Eyni və ya eyni dəyərli əməyə görə bərabər əmək haqqı prinsipi də qanunvericilikdə təsbit edilib. Ölkəmizin əmək məcəlləsində hamilə qadınların və azyaşlı uşaqları olan valideynlərin hüquqlarının qorunması ilə bağlı mühüm təminatlar nəzərdə tutulur. Belə ki, əmək müqaviləsi bağlanarkən hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlara sınaq müddəti müəyyən edilmir. Hamilə qadınlar və uşağının 3 yaşına dək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınların attestasiyası keçirilmir. Həmçinin hamilə və 3 yaşından kiçik uşaqları olan qadınlar üçün də xüsusi imtiyazlar tanınır. İşə götürən tərəfindən hamilə, habelə 3 yaşına uşağı olan qadınların müəssisənin ləğvi və əmək müqaviləsi müddətinin bitməsi əsasları istisna olmaqla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Hamilə və yaş yarımədək uşağı olan qadınlar və 3 yaşına uşağını təkbaşına böyüdən valideynlər üçün qısaldılmış iş vaxtı da müəyyən edilir və həmin qısaldılmış iş vaxtı müddəti həftə ərzində 36 saatdan artıq olmamalıdır. Onlar qısaldılmış iş vaxtı şəraitində çalışarkən də əmək haqqları normal iş vaxtı üçün müəyyən edilən tam məbləğlərdə ödənilir. Bununla yanaşı, hamilə qadınlar həmçinin 14 yaşına dək uşağı olan və ya 50 il uşağı olan qadınlar yalnız öz razılıqları ilə gecə növbəsinə çıxarıla bilərlər. İş vaxtından artıq olan işlərə istirahət günlərində, bayramlarda və ya iş günü hesab edilməyən digər günlərdə işə də yalnız öz razılıqları ilə cəlb edilə bilərlər. Həm xidmətin rəsmi nümayəndəsi, eyni zamanda bir vətəndaş kimi uşaq əməyi mövzusunda ən vacib tövsiyəniz nə olardı? İşə götürənlərə belə deyək ki, tövsiyəmiz hər zaman uşaq əməyinin tətbiqi zamanı qanunvericiliyin tələblərinin mütləq göz önündə tutması, uşaqların, ümumiyyətlə nəinki uşaqların, bütün işçilərin sağlamlığının, həyatının müəssisənin gəlirlərindən üstün tutulmasını tövsiyə edirik ki, insan həyatı müəssisənin gəlirlərindən daha üstündür və qanunvericilikdə müəyyən olunmuş, deyək ki, ən azı minimum təminatların təmin olunması, işçilər üçün sağlam, gigiyenik, təhlükəsiz əmək şəraitinin təmin olunması, yəni bizim əsas tövsiyələrimizdir və əsas da qeyd etdiyimiz kateqoriyadan olan işçilər üçün daha həssas yanaşılmalıdır. Onların işlərdə həm belə deyək ki, işə götürən kimi yox, bir növ onlarla valideyn kimi rəftar olunmalıdır və qanunvericiliyin ən azı minimum tələbləri onlar üçün təmin olunmalıdır. Mehman müəllim, siz də qeyd etdiniz təbliğat, maarifləndirmə işlərini. Necə düşünürsünüz? Son illər görülən bu qədər işlərin qarşılığında ölkəmizdə uşaq əməyinin istismarı ilə bağlı vəziyyətdə hər hansı bir irəliləyiş, dəyişiklik varmı?
Təbii ki, son dövrlərdə uşaq əməyi ilə bağlı əvvəllər müəyyən müraciətlər daxil olurdu, müəyyən orqanlardan bizə müraciətlər daxil olurdu və müraciətlər əsasında araşdırmalar aparırdıq. Son dövrlər bu daxil olmaların sayında kəskin azalma olub və hər birimiz də müşahidə edirik ətrafda ki, uşaq əməyinin tətbiqi bizim ölkəmizdə minimum səviyyədədir və demək olar ki, çox az rastlaşılan hallardır. Və biz nəzarət funksiyasını həyata keçirdəndə adətən görürük ki, işə götürənlər həqiqətən uşaq əməyindən deyək ki, 18 yaşdan aşağı şəxslərlə xüsusi rəftar edir və onlar üçün nəinki minimum normalar, daha üstün normalar nəzərdə tutulur. Onlar üçün daha çox güzəştlər tətbiq edirlər və hesab edirəm ki, ölkəmizdə uşaq əməyinin deyək ki, tətbiqinin yəni tətbiqi minimum səviyyədədir. Yəni son illər əsasən də görülən maarifləndirmə və digər təbliğat işləri nəticəsində. İşə götürənlərlə bağlı vəziyyət bizə tam aydın oldu. Bəs valideynlər, ana, ata və ya birinci dərəcə qohumlar, əgər valideynlər həyatını itiribsə, uşağı əməyə istismar edirsə, bu zaman qanun nələri nəzərdə tutur? Təbii ki, bu qeyd etdiyimiz hallar yalnız bizə daxil olduqdan sonra bu sahədə bizim məlumatımız olur. Çünki məlum olduğu kimi sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılıb və biz nəzarət funksiyasını yalnız müraciətlər əsasında və digər yuxarı dövlət orqanlarından, digər dövlət orqanlarından daxil olmuş müraciətlər əsasında həyata keçirdirik. Və qeyd olunan hallar, əgər biz aşkarladığımız halda təbii ki, səlahiyyətlərimiz daxilində müvafiq tədbirlər görülür və səlahiyyətlərimizə aid olmayan hissədə də digər orqanlar qarşısında məsələ qaldırırıq və həmin məsələnin deyək ki, valideynlər hansı səbəbdən deyək ki, övladlarını işə cəlb edir və onlar peşə təhsili haqqında deyək ki, icbari orta təhsil, ümumi orta təhsilin alınıb-alınmaması məsələsi və digər məsələlərdə maksimum bu kateqoriyada olan, bu qəbuldan olan işçilərə dəstək göstərilir ki, onlar ola bilər hüquqlarını bilməsinlər, ola bilər ki, valideyn hər hansısa bir qanunvericiliyi bilməsin və bilməməzlikdən hər hansısa bir formada uşaqların işə cəlb olunmasını və yaxud da ki, onların fizioloji vəziyyətinə, psixoloji vəziyyətinə uyğun olmayan işlərə cəlb olunmasına məlumatsız ola bilərlər və bu qəbuldən olan halları biz aşkarladıqda, dediyim kimi, biz özümüz müvafiq tədbirlər görürük və bizim səlahiyyətlərimizə aid olmayan hissədə də digər orqanlar qarşısında məsələ qaldırırıq və həmin qəbuldən olan işçilərin, valideynləri ilə, onları əvəz edən şəxslərlə maarifləndirmə tədbirləri həyata keçirilir. Təşəkkür edirəm bugünkü söhbətimiz üçün. Çox sağ olun ki, dəvətimizi qəbul etdiniz və studiyamızın qonağı oldunuz. Mən təşəkkür edirəm bu cür həssas mövzuya toxunduğunuz üçün və bu veriliş, deyək ki, bu mövzular, bu danışıqlar əsasında bir çox işə götürən valideyn maariflənmiş olacaq. Bəli, çox sağ olun bir daha. Təşəkkür edirəm, çox sağ olun. Uşaq hüquqlarının qorunması hər birimizin məsuliyyətidir. Valideynlər, müəllimlər, işə götürənlər və bütövlükdə cəmiyyət olaraq uşaqların hüquqları qorunmalı, onların təhlükəsiz və sağlam mühitdə böyüməsi təmin edilməlidir. Dövlət tərəfindən həyata keçirilən tədbirlərlə yanaşı ictimai həssaslıq və vətəndaş mövqeyi bu mübarizədə həlledici rol oynayır. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Hələlik.